Herkese salam. Bugün çok dadlı ve dietik sırniki reseptini sizinle bölüşürəm. Deməli, bir kasənin içərisinə 1 kilogram kəsmik əlavə edirsiniz. Daha sonra 2 ədəd yumurtanı qəşəngcə qırırsınız və bütün bunların üzərinə vanilin şəkərini 1 paket əlavə edirsiniz. Daha sonra zövqə görə şəkər də əlavə edə bilərsiniz və ya şəkər əvəz ediciləri də ola bilər. Mən 3 çay qaşığı əlavə elədim və sonra bunları qəşəngcə qarışdırırıq. Sırnikin dadı əsasən də kəsmiyin dadından asılıdır. Yəni kəsmik dadlıdırsa, sizin sırnikiniz də dadlı olacaq. Daha sonra un əlavə edirik. Mütləq şəkildə dietik olmağını istəyirsinizsə, düyü unundan alın. Həm də ki, göstərdiyim düyü unundan alsanız çox ləzzətli olacaq və ürək rahatlığından bişirib yeyə bilərsiniz. Və sonra masanın üzərinə düyü ununu səpirik. Əlimizlə onları qəşəngcə belə forma veririk. Daha sonra üzərinə yenə düyü ununu səpirik və stəkanla ona qəşəng forma veririk. Daha sonra bişirdikdən sonra istədiyiniz kimi üzərinə əlavələr də edə bilərsiniz. Bu dietik sırniki olduğu üçün mən bal əlavə eləmişdim və çox ləzzətli idi. Belə bir forma alınır, çox gözəl olur. Mən axşamdan qoydum buzluğa, səhər tezdən durdum, qızartdım və nuş elədim. Əmin olun ki, bu reseptlə hazırlasanız siz də çox bəyənəcəksiniz. Ümidvaram ki, belə videoları bəyənirsiniz. Odur ki, izləmədə qalın. Növbəti videolarda görüşərik.